Buradan bir ceylan geçer, keçir nigaran keçir. Sevgilim gel görüşen, vakt ötü zaman geçir. Sevgilim gel görüşen, vakt ötü zaman geçir. Kara göz yarım benim, ektim ilgarım benim. Sensiz yaşaya bilmem, sensen baharım benim. Sensiz yaşaya bilmem, sensen baharım benim. Gün gelir batar gider, turnalar katar gider. Vefalı yara can kurban, bir vefa yatar gider. Vefalı yara can kurban, bir vefa atar gider. Vefalı yara can kurban, bir vefa atar gider. Ne ola ol yar benim, bircə dəfə yad eyləsin. Bu sınıq könlümü aləmdə dəxi şad eyləsin. Eyləsin gül yanağında yan, mənə bir busə yatan. Varlığının borcudur yoksullara imdan. Deyləsin abalam, abalam ey. Vefalı yara can kurban, bir vefa atar gider. Vefalı yara can kurban, bir vefa atar gider. Kənd tərəkəmə cəmaatı, bunlar biri olmasa yaşaya bilməzdilər. Tərəkəməlik elə bir adətdir ki, ona sən qoçaq olmalısan. Mütləq. Adicə o uşağını evləndirəndə gedirdilər, elçi gedəndə deyirdi ki, bilirsiniz də biz tərəkəmə cəmaatı, qız gərək bu tələbə cavab versin. Gec yatsın, tez dursun, inək sağa bilsin, qoyun otara bilsin, gəbə toxusun, xüsusən gəbə. Yəni bunun adət-ənənələri ki, birinin xeyir işi olurdu, hamı oradaydı. Bir nəfər kimi hamı kömək verirdi. Mərzildə kənardan evlənənlər Bakıda gedirdi, üstə oxuyanlar. Orada indi qızla biri oxuyurdular. Bunlar təsadüf olardı. Hamısı Mərzildən evlənirdi. Ona görə ki, ata-ana ona məsləhət görürdü ki, bizim evin, bizim dildə tarp deyirlər, tarpına, yəni əziyyətinə. Yəni xasiyyətinə bu adam davam gətirə bilər. Xalça toxuyacaq, inək sağacaq, lazım gəlsə qoyun otaracaq. Əvvəlcə qoy bunun xeyir işini deyim. Bu 1200 evli Mərziliyə toy olan vaxtı çox mehribançılığı vardı ha bu kəndin. Məhlə-məhlə kəndlər vardı. Burada kəndimizin adı Mərzili idi, amma kənddə məhlələr vardı. Burada bir təhlifçimiz vardı. Ona bir at verirdilər. Məlum olurdu ki, bugün məsələn kimsə toy eləyəcək. Çağırırdılar axşamdan, o təhlifçi gəlir. O təhlifçiyə dəsmal, corab, plus bir 10 manatda pul verilirdi. Bu 1200 evə toya təhlif eləyirdi ki, filan kəs filan yerdə toy eləyəcək. El çox mehribançılığı vardı ha. Kəndimizdə 2 təhlifçi olub. Birinin adı Barat olub, birinin adı Sumbat olub. Məhəmməd Əlioğlu Sumbat deyirdilər. Feyli idi, gedirdi Kələsərdə, bağda işləyirdi, amma toy olan vaxtları onlara ancaq icazə verirdi, özünün hektarı vardı. Ailəsi, oğlu gedib işləyirdi, o da gəlib
Belədən qazançdı da, gedirdi toylara təlif eləyirdi. Belədən də bir xələt alırdı, pul alırdı. Bütün kəndi hərrəni dəvət edirdi. Onda indiki kimi tam mikrofon zad yox idi ki, çağırıb çıxa deyək ki, hə, ay filan kəs toy edir, gəlin. Yox. Elə atla çıxıb bütün kəndə dəvət eləyirdi. O da kətdə o qədər mehribançılıq var idi ki, kətdə mağara insan o dərəcədə yerləşmirdi ha. Heç olmasa mağara bir 3-4 dəfə məsələn yerə nə qədər böyük mağar tikilsəydi tutmurdu əhalini. Az olanda bir 3 dəfə yeməyə məsələn cəmaat yerirdi. Belə olurdu. Toyunda elə bir yasın da poveri öz kəndimizdən idi. Allah rəhmət eləsin, onun adını çəkim. Lazım kişi vardı. Çox rahat, məşhur pover idi. Sonra Lazım kişi biraz yaşlaşdı. Kətdə bir dənə pover əmələ gəldi. Onun adı oldu Calal. Bu da ondan qalmaz bir pover oldu. Amma toy olan vaxtları istəyir qadınını, istəyir keşli çox geniş olurdu. Kətdə də elə bilginən ki, qadının yemək mağarı ayrı olurdu. Kişinin yemək mağarı ayrı olurdu. Pelisonda elə bir balaca torba tikilirdilər. Toyda iştirak edən gələn qadınların neçəsi gəlsə onun hər birinə klyonkadan belə. Ona məsələn konfet, şokolad, nəysə belə torbalara qoyulurdu, klyonka torbalar tikilirdi. O toya gələn qadının hər birinə paylanırdı onu. Nəmər deyirdilər. Nəmərdi, bəli, nəmər deyirdilər. Onlara elə paylanırdı. Plus bəyin anasına, xanımın anasına böyük xonçalar verilirdi onlara. Elə bir günə ki, restoranlar yox idi, qapıda mağaralar tikilirdi. Videolu, aşıqlı, nə bilim belə xonçalar bəzənirdi. Tikə kabab, üllə kabab, onlardan hamısı bişirdi, düzülürdü stollara. Neçə toy eləmişəm, qızların toyu kəndimizdə olub, mağarımız vardı qapıda. Valla 6 yorğan, 6 döşək, mütəkkə, ondan ocaq qırağı, neçə belə şifanerlər. Valla 2 maşın cehiz verirdik. Bax Allah haqqı. 2 maşın qızların hamısına cehiz vermişik. İrəli də yaxşıydıq, belə kefimiz köküdür, yaxşıydıq. Bax elə mitillər salırdıq, verirdik. Döşəyə 25 kilo yun qoyurduq. Mənim də yoldaşım derdi ki, ay nənə, iynə qıyıq girmir axım ona, niyə biraz bunu yunğun elədi, ayna? Derdi, ay bala, o vaxtı lazım olar, bölər. Bax elə körüğü çəkməmişik, yaxşı cehizlər vermişik. O qızların 5-inə də. Hamısının şifaneri qaldı evlərdə, yandı. Çıxarda bilmədilər. Toylar olanda bir yerdə olmurdu, bu boyda kətdə. El olurdu bir gündə 3 yerdə toy olurdu. Axımına 3 dənə pover lazımdı, 3 dənə aşıq lazımdı. El olurdu ki, kənardan bizə müğannilər gəlirdi. Telefonla hem gedib zakaz verirlər ki, mesela bizim 3 toyumuz var, onun birinin aşıqları, muzikatları özümüzdən olacaq. İkisini də qeyridən gətirirlər. Bizdə də əvvəl toy 3 gün olurdu. 3 gün, 3 gecə toy çalırdı. O aşıqlar da toy yəsinin evində qalırdı. Evində qalmırdı, onun qonşusunda, qardaşının, bacısının, beləsinin evində onları yerləşdirirdilər. Kəndimizdə qəşəng ansamblımız vardı. Qardaşlar ansamblı deyirdik, Talib müəllimgil. Və onların da gözəl oxuyanı vardı, Ratum müəllim. Kəndimizin bütün məclislərini onlar oxuyurdu. Bizim kəndə qıraqdan çox nadir hallarda musiqiçi gətirirdilər. Bizim özümüzün, kəndimizin öz ansamblı vardı. Ağdam rayonu Mərzil kənd sakiniyəm. Özüm burada yaşamışam. Bax bu arxada görünən bina bizim mədəniyyət evi olub. Mən də bu mədəniyyət evində bədii rəhbər işləmişəm uzun müddət. İndi mina təhlükəsi olduğuna görə biz ora keçmirik. Özümüz ora keçmirik. Biz elə bu yolun içində oturup bizə xoşdur. Oturup burada söhbət edirik. Deyim ki, mən özüm el sənətkarı kimi tanınmışam həmişə. 4 qardaş olmuşuq, 4'ümüz də
musiqiçi olmuşuq. Daim oğlu vardı, o da sintezator çalırdı bizlə. Bütün el şənliklərdə bu kənd cəmaatının hamısının el şənliyində iştirak eləmişik. Demək olar ki, hamısı bizdən razı qalıb. Biz də bu cəmaatdan razıyıq, bu məzili cəmaatından razıyıq. Amma neyniyək indi? Allah ermənilərin üzünü qara eləsin. Bizi dərbədər elədi, hərəmiz bir diyarda yaşadıq, hərəmiz bir diyara düşdük, ayrıldıq, hərə bir tərəfdə olduq. Əvvəldən bura klub kimi fəaliyyət göstərir, klub kimi. Amma sonradan buranı mədəniyyət evi elədilər. Sonra mən bədii rəhbər kimi burada neçə illər çalışmışam. Həm orta məktəbdə musiqi müəllimi kimi çalışmışam. Burada da bədii rəhbər. Məsələn, biz burada dərnəklər hazırlayırdıq, konsertlər hazırlayırdıq, kollektivimiz vardı. Qardaşlarımla, ondan sonra Sevinç xanım var, oxuyan Sevinç xanım. Əməkdar artist. O da bizim ansamblda çox çalışıb, çox öyrətmişik ona da. Sonra oxuyanlarımız çox olub bizim kənddən. Zahir Əliyev var. İndi Beyləqanda yaşayır. Bizim o fəaliyyətin üzvü olub. O da indi xanəndə kimi fəaliyyət göstərir. Əlavələr, Nəsim müəllimdir, bayağı uşaqdır, bax onu demək olar ki, sənətə gətirən mən olmuşam. Özü də təsdiqləyə bilər. Bəli, mənim ilk müəllimim Talib müəllim olub. İlk dəfə orta məktəbdə, 3-cü, 4-cü sinifdə, ibtidai sinifdə öz fəaliyyət dərnəklər var idi. Ora səsi olan uşaqları seçirdilər ki, tədbirlərdə iştirak eləyə. Onda Talib müəllim mənim səsimi kəşf elədi, dedi, səndən oxuyan olur. Mənim ilk dəfə mahnı oxumağım, ritmlə oxumağımı, musiqi ilə oxumağımı Talib müəllimə borcluyam. Hamısı ona görə elə indi də bugünkü gündə elə musiqiçi olmağımın bir səbəbkarı da Talib müəllimdir. O başlayan elə bu sənətin də ardınca düşdü. Sonra ilk Sevinç Sarıyeva mənə təklif elədi ki, Ağdamda Xanşinsk adına uşaq musiqi məktəbi açılmışdı. 80-cı, 5 idi, 80-cı, 6-cı illər. Sonra Sevinçlə mən getdim musiqi məktəbinə, Xanşinsk adına uşaq musiqi məktəbi. Orada 5 il musiqi məktəbi oxudum. Oranı bitirdikdən sonra orta məktəbi də elə qutardım. Oradan Üzeyir Hacıbəyev adına Ağdam Musiqi Texnikumuna daxil oldum. Orada da bir il Şahmalı Kürdoğlu'dan təhsil aldım. Sonra yaşımla əlaqəli hərbi xidmətə getdim. 5 ilə yaxın hərbi xidmətdə qaldım.
ettin gözellerde binadın. Söyle bu nizamı nece çevretin edincim. Eşkinde kararsız kalacak. Sonra geldim Bakıya Asiya Zeynal'da Vahid Abdullayevin tələbəsi oldum bir 3 il onun yanında. Sonra da geldim Mingəçevir şəhərində, indi hal-hazırda musiqi məktəbində muğam təhsil edirəm tələbələrə. Bu kəndin xanəndəsi siz idiniz də, belə deyək, yoxsa biri siz idiniz? Demək olar ki, əgər bu işğal dövrü olmasa, sənətə atılırdım da bu kənddə ilk Onda balaca idi, xanəndə yaşı kimi çatmırdı, uşaq fəaliyyət idi. göstərə bilərdim. Da bu işğal olmasaydı. Elə sənətə yeni açılanda 18 yaşımda hərbi xidmətə getdim, 92-ci ildə müharibə başladı. Onunla da işğal oldu, ona görə tabii kəndin xeyrində çox iştirak edə bilmədim. Ancaq qaçqınçılıq dövründə başqa yerlərdə məskunlaşırdılar, orada gedib xeyirdə işlərdə iştirak eləmişəm. Heç birlikdə ifalarınız Olub. Mən dəvət eləyirdim. Dəvət eləyirdik, Şəkidə neçə dəfə. Şəkidə yaşayırdım, mən dəvət eləyirdim. Həmişə Nəsimini dəvət eləyirdim toylara. Hətta aradan bir 25 il keçəndən sonra. Əsas Qarabağlıların şirin oxuduğu Seygahdır. Çopaqlı Seygah oxuyurduq. Bəlkə bir Seygah oxuyaq. Olur, olur. Reydən Seygah çalıyor. Xeyriləyə hər dəm nədir, seyli gülistan etdiyin ay aman. Bəzmədi bəy xəlbət qılıb, 100 lütfülə yeysan etdiyin. Əhdi bir yadını, qürbətdir bir etdiyin. Hani ey zalim bizimle yehdi peyman ettin. Neşələysən müddəilər pəndini güş eyledin. Vale vale ehdi peymanları feramuş eyledin. Gane gane gayri camı şevgünü nuş eyledin. Hani ey zalim bizimle yehdi peyman ettin. Külümüz ne oldu ki bizden eyledin biz aldık. Biz gamin çektik sen ettin özgeye gamkallık. Sizde adet budur mu böyle olur mu yazık. Hani ey zalim bizimle yehdi peyman ettin.
Nedir belə ördək olan ay balam, quru yerdən göl eylər, göl eylər ey. Ördək olan quru yerdən göl eylər, ceyran olan dağdan daşdan yol eylər, yol eylər ay balam, yol eylər ey. İgitlərim ay bu günlərə çox şükür olsun, İgitlərim ey gəldi belə, Qarabağı azad eylədi. Didərginlər, bu köşkünlər, öz elinə, öz obasına, köç eylər balam, köç eylər, köç eylər balam, köç eylər ey. Ay dayı, nə yaxşı səsiniz var. Var idi, qabaq indi qoca olmuşam. Allah haqqı elə oxuyurdum ki, mən oxuyanda orta məktəbdə müəllim də durub bax belə baxırdı ki, görün bu Mirçəyin səsi gəlsə eşidilərdi. Elə oxuyurdum ki, hamı elə eko verirdi məktəbdə də. Elə oxuyurdum. Anadan bu kətdə doğulmuşam, uşaqlıq vaxtlarım bu kətdə keçib, bu kətdə oxumuşam, bu kətdə orta məktəbi qurtarmışam. Çoban olmuşam. Bu kolxozda Mərzili bir may kolxozunda işləmişəm. Tərəkəmə olmuşuq. Qoyunçuluq, maldarçılıq, dağaran gedib gəlmişik. Bizim dədə-babadan qalıbdı bu tərəkəmə cəmaatı. Köçər olmuşuq dağaran. Mərzili cəmaatı əsas etibarilə heyvandarlıq, maldarlıqla məşğul olmuşlar. Bizim maldarlıqla məşğul olan cəmaatımızda aşağısı Qoşaburun deyilən ərazidən, sonra gəlirdi bəri eşək keşməz vardı, qobu vardı, Qanlı dərə və bu biri tərəf 40 hektar və s. kimi ərazidə Mərzilinin 20 mindən artıq qoyunu vardı və biz də böyük əmim Bəylər dədəm və Şəmil əmi fermada olduqlarına görə dərs bağlanan kimi hökmən ora qaçırdım. Həyatımızın bir hissəsini bax o quzuların mələşməsi, analarının altına onu boşlayarkən o anası ilə onun balası necə tapması, adları yox, qışqırmır bunun, özü gedib anasını tapırdı, o hisslə, duyğu ilə və s. Biz bax o hisslə böyüyürdük, amma biraz keçəndən sonra biz gedirdik dağa. Dağa da adətən əslində qoyunlar iki yolla gedirdi. Biri Şuşa istiqamətindən, Laçın tərəfdən gedirdi. Xocalıdan keçib gedirdilər. Digər bir yolu Ağdərə yolu idi ki, o da gedirdi yenə Laçından, düz gedib çıxırdılar. Əvvəlcə Qaranlıq dərəsi deyirdi ora. Çünki o dövrdə hələ Dəli Dağ demək olar ki, qarla örtülü idi. Ora maşın getmirdi. Yalnız iyun ayının axırlarına yaxın artıq Dəli Dağda qar əridiyinə görə Kəlbəcərdən Taxta deyilən ərazidən isti suya qalxandan sonra sağ tərəfdə Eyvazallar, Tatallar yurduydu. Sol tərəfi isə Gəlin Qayası, Sultan Heydar, Nəsir düzü. Oradan gedirdi artıq bizim el obamızın, qohum əqrabanın düşdüyü yerlər idi ki, orada Ağçay idi. O Ağçaya çatanda sol tərəfdə Ağluq deyilən bir yer vardı. O təpəni aşandan sonra isə artıq Dörbənd gəlirdi. Dörbənd bulağı gözəl bir bulağıdır. O Dörbənd bulağının üstündən sonra isə gedirdi aşağı Fərməş Qayası. Fərməş Qayasının aşağısından Molla bulağı vardı. Oradan sonra Qaranlıq deyilən ərazi idi. Orada da o qədər gözəl sular vardı. Həm də termal sular da vardı. Orada olarkən xəstəliyi olan adamlar, məsələn revmatizmi olanlar, hansısa bədənində bir ağrı olanlar, bir isti su vardı, oraya girirdilər. Bəzən insanlar müxtəlif dəri xəstəlikləri olanlar vardı. Çox qəribədir ki, o laboratoriya olmayan şəraitdə, sular yoxlanmadığı bir vəziyyətdə onlar necə bilmişdilər ki, bu dəri üçündür, bax bu. Hər deyim ki, sizə o isti suyu da içmirdilər. Ondan bir qədər aralıda ayrıca bir isti su vardı, yalnız onu içirdilər. Tərəkəmə cəmaatı çox halal cəmaat olubdu. Bizim cəmaat da onun içində. Bizim dağ yerlərində, Dəli Dağda, Qaranlıq dərəsində bizim isti su var. Hər bir tərəfdən soyuq su axır. Görürsən ki, çay buradan da axır, oradan da axır, bulaqlar çay axır. Ortada bir isti su qaynayır. İsti su qaynayır. Soruşurdum qoca nənələrdən, nənə, bu su necə olub burada, bu su yaranıb? Bu su sement yox, ondan sonra bir texnika yox, maşın yolu yox, at yoludur bura. İsti suyun dərinliyi 2 metr olurdu, quyu kimi. Oturacaqları da nə idi? Qaya daşlarından qoymuşdular içinə. Biz də yaylağa gedəndə gedirdik ki, o isti suda müalicəvi, yel xəstəliyi, revmatizma, nə bilim nə bunlara xeyr eləyirdi. O qoca nənələrdən soruşurdum, bu qayaları kim yığıb bu isti suyun böyrünə? Deyirdi Şəmil babam.
Elə qüvvətli kişilər olub, qayadan isti suyun böyrünü hörüflər, orada isti su düzəldiblər. Bir möcüzə deyəcəm, onu bəlkə də çox adam bilmir. Bizim o ildə 3 gün axan quyruq bulağımız vardı. Gedirdik Fərmaşqaya çatanda Erzurum aşırımı. Erzurumun aşırımından il neçə dəfə geçsən ora quru olardı. Eşitmisiniz bu quyruq doğdu deyərlər. Bilməyən adamlar deyir ki quyruq dondu. Yani hava düştü, hava soydu, quyruq dondu. Bu elə deyil. Erməni işğalına qədər mən özüm Dağaran getmişəm. Orada bizim bir bulaq vardı. Ancaq avqust ayının 20'sindən 23'üne kadar. O bulaq doğardı, su akardı. Suyu gələrdi də doğurdu ona deyirlər. Erkek kəsərdilər, yeyərdilər, içərdilər. Ocağıdır ora, ziyaretgahıdır ora. Ona göre onun üstünde pis söz danışmaq olmazdı, arxa qol iski olmazdı. Cemaatda o bulağın orada 3 gün axdığına bayram eləyərdilər. Atlarım çininə, boynuna, döşünə qırmızı kəlağayı bağlayıb gedərdilər. 3 gün Aşıq Camal o quyruq bulağının üstünə zurna çalardı. Yazda gedirdik yaylaqlara. Yaylaqlar bizim elə bir ki 2 yaylağımız vardı. Biri Laçın rayonuna baxırdı o yaylaq. Qaranlıq yaylağı deyirdik. Dərin bir çox rahat yerlərdi. Gedirdik orada hardasa 1-2 ay heyvan orada becərirdik. Orada becərəndən sonra onun müəyyən elə bir ki məhsulundan istifadə eləyirdik. Amma o yerdə təbii bitkilər çox olurdu. Ondan özümüz də istifadə eləyirdik. Sonradan ondan keçirdik Dəli Dağ deyirlər. Dəli Dağa. Gedirdik 1-2 ayda Dəli Dağda qalır. Dəli Dağında çox səfalı havası, yerləri vardı. Tabii elə bir ki bayaqdan qaranlıq yaylağına öküzə mi, ata mı yüklüyüb gedirdik. Amma Dəli Dağ zonasına maşın gətirirdi evimizi. Qabaq çubuğla alan çıxdı girdik. Xeyr, sonralardan hər bir şəxs özünə mağar qurdudu dəmirdən. Aparıb Dəli Dağda mağar qururduq. Bizim analarımız, kadınlarımız da bizimle beraber hərəkət eləyib. Onlar burada rahat evdə yatıp biz getməmişik. At üstündə gediblər. Allah rəhmət eləsin rəhmətə gedənlərə. Biz 10 uşaq olmuşuq. Dağ aran. Atı dağdan gələndə atı fərməş deyirdik biz. Bilmirəm, bilirsən fərməş nədir? Fərməşi ata yüyülüb, uşağın ikisi ananın arkasında, biri qucağında belə gəlirdi. Havası təmiz, dağın havası təmiz, yağı təmiz, qaymağı təmiz. Bir sözlə, Dəli Dağ Kəlbəcərin ən möcüzəvi yeri. Mərzili cəmaatının yaylağı idi. Bəli, Mərzili cəmaatının yaylağı idi. Dəli Dağa gəlirdi. Çadırlar qurulurdu. Çadırlar və orada demək olar ki, bir aya yaxın qalırdıq. İyulun əvvəlində artıq yenidən ata minərək Qaranlıq dərəsindən Fərməş qayası deyilən ərazidən düşürdük Molla bulağının yanına, Dəli Dağa və avqustun sonuna qədər də orada qalırdıq. Bir tərəfi Muxtökən deyilən olduqca sərt qayalığıdır. At gedəndə demək olar ki, onun nalı düşürdü. Aşağı tərəfində isə dümdüz, gözəl, göz işlədikən çəmənli idi. Mən sizə deyim ki, əgər orada minlərlə çiçək var idisə, inanın ki, siz deyəcəksiniz yox, azdır. Ancaq çiçəkli idi. Bir dənə də olsun ağac bitmir. Vulkanı çəmənli idi. Və təsəvvür eləyin, orada otlayan heyvanın südündən, qatığından necə iyi gəlirdi. Pendirindən və yağının iyindən isə ümumiyyətlə doymaq mümkün deyildi. Araldan uyu adamı vururdu. Bizim o yerdə 1001 ətri yatdı çiçəklər, dərmanlarımız vardı. Ayağını hara qoysan, bəlkə də bir 100 dənə çiçək ayaqlayırdın. Hərəsi də ayrı-ayrı. Yaxşı yaylaqlarımız vardı, yaxşı dağlarımız vardı. Gedərdik dağa, mal, heyvan yediyi hamısı o çiçək, dərman otlarından yeyirdi. İndiki bu yağları da bilməzdik, bu duru yağ, muru yağ, belə şeyləri biz bilməzdik. Bizim yağlarımız qoyunun qarnını təmizləyib, qoyun qarnında, qoyun dərisində. Dağa çıxanda o mal, o çiçəkdən, o güldən yeyirdi. Analarımız, nənələrimiz yağ qayırırdı. Yağı qoyun dərisinin hər iki tərəfini bağlayıb motal deyirlər. Motal kimi yağı basırdıq o qoyun dərisinin içinə, nənələr. Yağı yığırdıq ora, payız vaxtı, sentyabr, avqust ayı olanda uşaqların məktəb açılan vaxtı gəlirdik.
Gətirirdik o yağı dağdan gətirəndə. Bizdə o vaxtı mən görməmişdim. Bizim kəndimizdən kimsə nə isə gedə aparıb bazarda sata. Pencərmi, dağ bitkisimi, kəkotu, əvəli, qırpbuğun, qantəpər, nə bilim nə. Onların hamısını o dağlardan yığırdıq, gətirirdik, aranda qalanlara dağ paylayardıq. Onlar da bizdə aranda olan meyvələrdən nədən pay verərdi. Allah haqqı Novruz bayramını atan o yağ qalırdı dəridə. Polun üstünə qoyurdum, tez-tez analar çöyürürdü ki, dərinin altı xarab olmasın. Novruz bayramında nənəm deyərdi ki, abala, o dərini gətirin bir kəsək görək, cıraq görək nə var. Kəsirdik, bu çiçək yağıdır. O çiçəkdən əmələ gələn yağ. Elə ağacını açanda o çiçəklərin hamısının hissəni vururdu. Bax, belə tərəkəmə olmuşuq biz. Belə o dağlarda gün görən, əziyyətimiz olubsa da belə varlı cəmaat olmuşuq. Orada da elə olurdu ki, atlar yığılırdı, at minib çapılırdı. Ona xələt verilirdi ki, hansı at yürüyüşdə gedib birinci gəlsə, məsələn, gedirdi, buradansa təxminən Dörbət bulağından Qaradağlı yalı deyirlər. Oraya atan atla çapış eləyirdilər. Qayıdıb gəlirdi qocalara, qocalar deyirdi yaylağımızın bir ətrafına. Qayıdıb gəlirdilər oraya, kimin atı qaçaqda birinci gəlirsə, ona yaxşı xələt verilirdi. Pilis ondan sonra yorğa deyirdilər. Yorğa atlarla da birləşirdi, bir neçə at təzədən mənzil qoyulurdu. Gedirdi o yorğa atlarda da hansı elə sürətdə gəlib qabaqla gələrsə, həmin atlıya da ata da xələt verilirdi. Xələtdə nə verilirdi? Məsələn, bir qırmızı pərdə mi, və yaxud məhrəba mı, belə şeylər verilirdi. Və yaxud elə adam olurdu ki, ata qabaq atlar dağlarda nallanırdı. Ona nal verilirdi. Verilirdi ki, belə bu da sənin atığın padarkası yağının. Pul da verilirdi, amma bu cür padarkalar, yaxşı elə bil o atın sahibi vardı ha. O atın sahibinə xələtdən əlavə onda 10 manat pul oldu. Çıxardıb onda hər o qabağa çıxanlara bir 10 manatda pul verilirdi. Biz çıxırdıq dağın yuxarı hissəsindən baxaq ki, görə at yarışında kimi ötəcəkdi. Kimin atı birinci çatacaqdı və o adamlar da, bir qadirlər də, xüsusən də ayrı-ayrı adamlar da bilirdilər ki, hamı kənardan bunların azarkeşidir və gözləyir ki, kim ötəcəkdi. Məxsusi bir ədə ilə onlar atların yarış edirlər. Yarış da haradasa bir 500 metrə falana qədər bəzən yalan olmasın, at yarışı olurdu və biz də həm onlar gedəndən 1-2 saat sonra da gözləyirdik ki, indi qaydanda yenə yarış olacaq. Dağda toylar olurdu. Bəli, toylar olurdu. Toylar da gedib öz kəndimizdə xanəndə yoxdu, aşıq muzikantlar vardı, çalgıcı. Talib vardı, Əloğlu. Bunların bir partiya qrupu idi, onların qardaşının onun biri oxuyandı, xanəndə idi. Yaylaqda olan toylarda qeyrisi yox, özkətçilərimiz gəlib elə idarə eləyirdi. Talibin da qarmon çalması bütün aləmə yayılmışdır. Ay aman yan aman aman yan aman yan Bedaya demayan aman Sübheten yatmamışam Yoktu qara yarım geceler Qüssə dilişiyim nazlı yarım geceler Gündüzüm oldu geceye gözyaşım ulduz durana Kim devranı yıka ah şerahım geceler Ay lütfü kıl bir gece gel
gübleyi sarmasan, gör benim halımı bil, yoktu medarım geceler. Keçer əbla ki mənim nalə-i zarım bəlkə eşidən eşidə oludu ay çeşmi kumarım gecələr. Ey Füzulin, mənə zülmət deyil hicran gecəsi, xalqı fəryada salır nalə-i zarım gecələr. Aşiyaniyem mürgüdüyüm zülfü perişanındadır. Kanday olsam ey periye, könlüm senin yanındadır. Eşki derdiyle hoşam el çekel acımdan tabi. Kılma derman helakim, zehri dermandadır ölürem. Oy çekme damen naz edip üftelalerden vehmi göley. Göylere açılmasın ki eller ki damanındadır. Ay vətənin qədrini, elin qədrini, onu karış karış gezenden sormuş. Çiçeğin qədinin, gülün qədinin, onu minnazile üzenden sormuş. Ölürem, abalam, ölürem, ay. O günkü ay güzel ben seni sevdim, eyle bir könlümde vuran kar oldu. Sen özgesine könlünü verdin, tezenden könlümde vuran kar oldu. Vurulmuşam ala güzel, canım kurban şirin söze. Vurulmuşam ala güzel, canım kurban şirin söze. Gözlerini süze süze çaldın ay kız o da benim. Könlümü derden sana ol, nazlı yarı sevmişem. Sevse de özgesini ben onu yarı sevmişem. Könlümü derden sana ol, nazlı yarı sevmişem. Sevse de özgesini ben onu yarı sevmişem. Xüsusilə qadınların əsas peşələrindən biri xalçaçılıq olmuşdu. Xalça burada çox geniş yayılmışdı. Həm də sizə deyim ki, möcüzə idi ki, bu insanlar o qədər güclü yaddaşa malik idilər ki, kiminsə kənar bir yerdə xalçasını görəndə onun çəklisini sanki gözü fotoymuş kimi çəkirdi və bir müddətdən sonra onu xalçaya çevirirdi. Və qəribədir ki, o dövrdə hələ
santimetr, simmetriya və s. keçməyən bizim analarımız bunun necə bütün simmetriyanı gözləməklə hər kvadrat santimetrdə vurulan ilmələrin sayını necə müəyyənləşdirmişdi? Onu da deyim ki, bizim xalçalar əsas etibarilə uçsuz bucaqsız göy çəmənlik, yelən və göl hissələri çiçəkli idi. Amma onun qıraqlarında diqqətlə baxdıqda bunu yalnız xalçaçılıqdan başı çıxan adamlar görürdülər ki, bu həm də orada hansı tayfaya məxsus olduğunu bildirən tamğalar da var, işarələr də var və bunu diqqətlə baxdıqda əslində biz bunun 24 Oğuz boyunun bu tamğanın hansına daha yaxın olduğunu bilirik və ona uyğun da bu ərazidə yaşayan tayfaların Oğuzun hansı qolundan olduğunu da sübut eləyə bilir. Ona görə də bizim cəmaatın xalçaçılığa bağlılığı onun çox qədim tarixə malik olduğunun göstəricisi idi. Çox maraqlı bir məsələni də deyim ki, xalçaçılıqda bəzən müəyyən tayfa və yaxud da o tayfanın tirəsi öz xalçasını qətiyyən toylarda divardan asmırdı. Çünki bilirdi ki, onu o biri qadınlar görən kimi dərhal gedib o çeşindən birində o toxuyacaqdı. Bəzən çeşniyə gəlib borc istəyirdilər ki, xalçanı xahiş edirlər, ver, biz də o çeşniyə baxaq. Onu deyirdilər ki, yox, ancaq bunların evində qalırlar. Mənim yadımdadır ki, bizim qohum-əqrabanın da evlərində 100-150 illik tarixi olan, həm də çox olduqca maraqlı çeşnisi olan xalçalar vardır. Adətən tez xalçanı başa gətirmək üçün onun arğacın pambıqdan eləyirdilər. Çox az adam onu da yundan eləyirdi. Nəticədə o qədər yumşaq və gözəl olurdu ki, ona baxmaqdan da doymaq olmurdu. Biz uşaqlıq və gəncliyimiz bax o xalçaların üstündə aşaraq, yüyürərək onun üzərində böyümüşdük. Mərzilidə xalçaçılıq çox inkişaf eləmişdi. Ona görə də burada xalça sexi açdılar və o xalça sexində toxunan xalçalar da çox xarici ölkələrə satılırdı. Mənfur düşmənlər imkan vermədi o inkişaf eləyə. Yəni çox effekt verirdi, alırdılar. Bütün ətraf rayonlar Mərzilinin xalçasını alırdı. Cəbrayıl və Mərzilinin. Bax, Qarabağ zonasında Cəbrayıl xalçaçılıq məktəbi, bir də Mərzili. Soruşurdular ki, Mərzili xalçasıdır yoxsa Cəbrayıl? O da yunu ilə əlaqədərdir. Xalçanın biri var, o yerliyi, süni iplərdən toxuna, bir də var qoyun yunundan. Qoyun da buradaydı da. O sənəti, o qoyunçuluq öyrətmişdi bu cəmaata. Çünki o yun çox ucuz gedirdi. Onu lazımdır ki, işləyəsən, əyrəsən, onu xammal şəklinə gətirəsən, istifadə eləyəsən, xalça kimi satasan. Boyağı da özləri aparırlar Ağdama, amma son vaxtlar, əvvəllər şəhərə aparırdılar. Amma son vaxtlar boyağı da özləri eləyirdi. Xalçanı da satırdılar, burada xeyir var idi. Qadınlar üçün xalça toxumaq bir tələbat idi. Yəni, o bir peşə idi, ən məşğuliyyəti idi, özü gəlirli sahə idi. Deyim sizə ki, gəlirli sahə olmasaydı, ondan uzun müddət məşğul olmazdılar. Amma peşəkar toxucular vardı. Hətta məsəl üçün var idi ki, danışırdı ev yiyəsi, onun qızları olmayan adamlar. 2 dənə qız götürürdü, deyirdi, sən qur xalçanı, gəlirdi 10 günə toxuyurdu, pulunu alırdı, gedirdi. Səhər gəlirdi, 8-də gəlirdi, 5-də girirdi. İş kimi toxuyurdu, gedirdi. Bizim evdə qız uşağı yox idi, bax bizim evdə anam heylə toxutdururdu. Amma özü də toxuyurdu da. Özü yaşdaşmışdı, biz toxuyurduq, 2 qardaş vardı, kömək eləyirdi o qızlara. Elə kişilər vardı ki, o xalçanı özü açıb danışmırdı, demirdi. Amma işdən gələndən sonra otururdu, xalçasını toxuyurdu. Mən özüm güclü xalça toxumuşam, uşaq vaxtı. Bəs niyə demirdi? Axı bu gözəl bir işdir. Ayıb sayırdı adam, deyir ki, onu qızlar toxuyurdu adətən. Bizim cəmaat xalçaçılıqla məşğul oldu, gözəl xalça toxuyurdular. Amma Sovet işğalı gəlib adamların əlindən əmlakın aldıqdan, müsadirə etdikdən sonra, onların ata, əmi, dayıların həbs etdikdən sonra yarımçıq olan xalçanın qalan hissəsini demək olar ki, yalnız qara rənglə toxumuşlar. Yəni, bu insan rejimə öz etirazını başqa cür gücü çatmadığına görə xalçadan o qara toxumaqla heyfini ondan alırdı və keçən yüzyılın 70-ci illərin əvvəllərinə qədər o xalçanı mən görmüşdüm. Təəssüf ki, 80-ci illərin ortalarında onu axtararkən dedilər ki, o dövrdə yeni fabrik xalçaları vardı. Çox
işbaz adamlar gəlib kəndə daxil olaraq insanlardan o köhnə xalçaları toxuyub alıb aparırlar və o xalçanı da heyif ki, alıb aparmışlar. Bu gün də bax ölkəyə səpələnmiş Mərzili cəmaatının içərisində əl göbəsi toxuyan var. Var. Sən Ağdaşda eşidirəm qalanlar var, mənim özümə deyir ki, elə arabir toxuyuruq. İndi o vaxtda ağaçdan qayrılırdı onların o cihazları. İndi dəmirlə, Allah'a şükür, qurma dəmirdir. Var, Bakıda da vardı, toxuyurlar özləri üçün. Hiçbir kənddə balnisa yoxdu, bizim kənddə balnisa vardı. Balnisamızda sestralar da vardı, həkimlər vardı, işləyirdi. Məsələn, o kənddə şərqi həkim vardı, sestriydi. Sonralardan Qüdrət həkimi yerdən qalxdı. Bu Qüdrət həkimi müalicələrin əlin kənd cəmaat hansı xəstənin üstünə gedirdisə, onu o qədər alqışlayırlar, o qədər sevirdilər ki, Qüdrət həkimin əli çox yüngüldür. Hansı bir xəstənin üstünə gedirsə, onu bir yerimirdi, durğuzub onu yedirdi. Kəndimizdə Qüdrət həkimində belə hörmətləri vardı. Ben 1952-ci ildə Mərzildə doğulmuşam. 1972-ci ildən məlum hadisələrə qədər mən Mərzili kənd xəstəxanasında felçer vəzifəsində işləmişəm. İşlədiyim müddətdə kəndimizin bütün əhalisinin demək olar ki, mən əksəriyyətinin yox, hamısının köməyinə çatmışam. Məndən hamı razı olub. Hal-hazırki vaxtlarda mən kimlə qarşılaşıramsa, hamısı məni o qədər səmimi qarşılayırlar ki, mən o vaxtki gördüyüm işlərdən fərəh duyuram. Axşamlar təcili yardım rolunu oynamışam. Kimin nə bir başı ağrıyıb, dişi ağrıyıb, kimin təyinatlarının yerinə yetirilməyi lazımdır. Onların hamısını mən canla, başla yerinə yetirmişəm. Ona görə də mən kəndimdən çox razıyam. Ondan əlavə mənim işlərim yay vaxtı bizim əhalinin 50%-i yaylağa köçürdü. Mən hökumət tərəfindən əmrlə məni yaylağa göndərirdilər. Orada ferm işçilərinə və onların ailə üzvlərinə Fərməştəpə deyilən yerdə aşağıda Molla bulağı vardı. Molla bulağının sağda qocalar deyilən bir arxaş vardı. O arxaşda mən həmişə tikilirdim, cəmaata xidmət göstərirdim. Cəmaat da hamısı səmimiyyətlə mənim işimdən razı qalırdı. Bugünkü gündə də hamı elə bilir ki, mənim bu gördüyüm işlərə görə hamı mənim hörmətimi saxlayır. Məni elə bilgən ki, bu vəziyyətə, bu yaşa gəlib çatmağıma öz cəmaatımın köməyi olub. Həm maddi cəhətdən, həm mənəvi cəhətdən həmişə mənə dayaq olublar. Bizi xalq dolandırıb. Həmişə xalq dolandırıb. İndi də deyərəm ki, elə indi də dolandırır. O vaxtda da işlədiyim dövrdə öz kəndimizdə məhlə-məhlə, ev-bə-ev, elə olub ki, mən səhər-səhər işə gedənə qədər 5-6 evdə təyinatları yerinə yetirib getmişəm. Axşam gəlib onların vəziyyətləri ilə tanış olmuşam. Hansı xəstənin müalicə eləməyə gücüm çatmayırsa, onları mən xəstəxanaya göndərmişəm, həkimə yönəltmişəm. Onların hamısına mən qayğı göstərmişəm. O vaxtı bax, bu görkən uçmuş, dağılmış bina mənim işlədiyim xəstəxana olub. Hal-hazırda bu vəziyyətdədir. 50 çarpaylı xəstəxana idi. Hər bir ləvazimatda var idi. Xəstələrə də yüksək səviyyədə xidmət göstərilirdi. İntihası mən səyyarı işlədiyimə görə, axşamlar kənddə həkim olmadığına görə o işlərin hamısını mən yerinə yetirirdim. Elə bilgən ki, bizə xəstəxanaya həkimlər qıraqdan gəlirdi, işləyirdilər. İş saatları qutarandan sonra saat 3-də, 4-də çıxıb gedirdilər. Sabah saat 9-a qədər elə bilgən ki, kənd cəmaatına mən baxırdım. Mənim maşınım olmayıb. Kənddə də maşın az olardı. Tək-tək hallarda maşınla, olmayanda motosikletlə, əksər hallarda mən piyada getmişəm. O yolların, kəndimizin də ayağı ilə başı 5 kilometrə yaxın yoldur. Mən o yolların hamısını qarda, çovqunda, palçıqda piyada gedib gəlmişəm. Ona görə də cəmaat məni sevib. İşğal vaxtı 42 yaşım vardı.
25 il xidmət eləmişim. Ancaq mənim əvvəldən axıra qədər iş yerim bura olub. Ta adım təqaüdə çıxınca, sonra işlədiyim yerlərdə yenə bu kəndin adı ilə bağlı olub. Öz xəstəxanamızın işçisi kimi orada işləmişim. Mən həm də şəhid qardaşıyam. Qardaşımın adı Novruzov Qədir Möysümoğlu. Mənim qardaşım Sovet ordusundan tərxis olunandan sonra o vətənə qaydanda Qarabağ hadisələri başlamışdı. Orduya yazıldı. 4 il müddətində 90-cı ildən 94-cü ilə qədər döyüşlərdə şücaətlə iştirak elədi. Onun elə bilginən ki, bütün döyüş bu müddəti o həm də zabit idi. İşlədiyi müddətdə bütün komandirlərin rəğbətini qazanmışdı. Bütün döyüşlərdə öndə getmişdi. Ağdam işğal olunan günü o ağır yaralandı. Hospitalda müalicə olundu. Həkimlər ona təkid elədilər ki, siz hərbiyə qayıda bilməzsiniz. Lakin o sözündən dönməyərək yenidən cəbhəyə qayıtdı. 1994-cü ildə qəhrəmancasına Füzuli istiqamətdə gedən döyüşlərdə şəhid oldu. Neçə günlərlə onun biz nəşini axtardıq, sonra Allah'a şükür ki, heç olmasa onun nəşini tapdıq. Onun hal-hazırda qəbri Quzanlı qəbirstanlığında yerləşir, orada dəfn eləmişik. Bütün şəhidlərin hamısına Allahdan rəhmət diləyirəm, qazilərimizə Allahdan şəfa diləyirəm. Əvvəldə soruşmuşdum ki, bu kəndin dili olsaydı sizə nə deyərdi? Bəs siz bugün bu kəndə nə deyirsiniz? Mən artıq 2020-dən demişəm, elə ilk günündən mən girmişəm bura və düzdür ağladım, amma mən dedim ki, Mərzəli biz qayıtmışıq, buradayıq. Bilmirəm indi bu kənd məni necə qəbul elədi, amma mən əlimdən gələni elədim ki, bu kənd işğaldan azad olunsun. Allah bizim bayraq qaldıranlarımıza kömək dursun. Onların hesabına gəlib burada rahat nəfəs alırıq. Bizim prezidentimiz onun əmri ilə ki, bizim torpaqlar belə azad oldu. İndi bugün gəlib kəndimizin belə torpağında söhbət eləyə bildi. Allah dəyməsin kəndimizə. İlham Əliyevin də başına dönüm. Sağ olsun ki, döyüş getdi, bu torpaqları aldılar. Deyirəm ki, Allah sana şükür ki, gəldik gülümüzü, çiçəyimizi gördük. İndi əlbəttə Allah'a şükür ki, gəlib bu gülün çiçəyin içində şəkilimi çəkirsiniz, başına dönüm. Öz doğduğum torpaqda durmuşam. Bu yerdə nəfəs alıram, bu yerin havasını görürəm. Elə bil 10 il cavanlaşdım, elə bil 10 il. Siz mənim ömrümü uzatdınız. Mən bu torpağın üstündə elə bilirəm ki, bu dünya mənimdir. Elə bil ki, anadan təzə doğulmuşam. Mən bu kəndə deyirəm ki, səni 1000 yaşa. İndən sonra sən bu cür çətinliyə rast gəlməyəcəksən. Çünki artıq bizim xalqın oyandığın, bu torpağın qədrini bildiyim başa düşürəm. Tək Mərzəlinin yox, Azərbaycanın. Bu birlik olandan sonra həmişə bu torpaq azad yaşayacaq. Və ölüm də demək, ölüm haqq deyil. Elə arzulayıram ki, burada öləyim. Mən deyirəm ki, vaxt gələcək bu kənd əvvəlkindən də gözəl olacaq. Əvvəlkindən də firavan olacaq. Mən ona inanıram ki, bu torpaq yetişdirdiyi insanları bir də yetişdirəcəkdir. Və şükür ki, bu qırılan əlaqəni, dağılan quruluşu bərpa eləyə bildik. Arzumdur ki, bərpa olunanda Mərzəli məktəbinin şagirdləri o estafeti yenə də uğurla saxlasınlar. Uğurlar bayrağı onların əlində olsun. Təhsil ona görə yox ki, bu mənim kəndimdir. Bu həm də odur ki, bu yeni dövrün qalib Azərbaycanının, gələcəyin Azərbaycanının da çox qiymətli bir tərkib hissəsi olsun. Təhsili ilə də, təhsil mühiti ilə də, eləcə də yetişdirdiyi yeni kadrlarla, insanlarla da. Gələcəyin parlaq olsun Mərzəli məktəbi. Çox istəyərdim ki, bu kəndimiz yenidən bərpa olunsun, elə burada bir xanəndəlik məktəbi açaq. Çünki bizim cəmaat oxumağı da sevir, deyib gülməyi də sevir, oxuya da bilirlər. Ən böyük arzularımın biri bu mərzililiyi gənc nəslə ötürməkdən ibarətdir. Bir dənə burada mən qədim türk ənənəsinə uyğun olan, zənginliyin bildirən bir çadır qurub yaşamaq istəyirəm. Dostları, qohumları burada o çadırda qəbul edeyim. Bundan böyük bir səadət mənim arzum yoxdur.
zamanında ağsaqqal və ağbirçəklərdən əks elədiyimizi biz də axı pərən düşmüş və bu kəndin özünə məxsusluğun yaddan çıxarmış insanlara ötürməliyik biz. Buranın ab-havasına muğam uyğun gəlir. Muğam uyğun gəlir, amma kəndimiz istəyirəm çalan burada. Çalın. Eləmi? Hə, çalın.